Kamran müəllim, Karoçi qulaq as, qadan alıb. Bir dənə dəridir, başdan xarabdır da, indi kimsə Allah ömür versin, tez sağalsın. Necə qızıl balıq tutur. Qızıl balıq tutub, necə qızıl balığına qadir deyir ki, ay nə bilim vətəndaş, məni burax, sənin 3 dənə nə arzun varsa yerinə yetirəcəm. Şimdi onun da alını özüm bilirəm deyə, mənə gülməkdir, mənə sonra qınayırlar ki, danış qutar sonra gül. Çalışacağım özüm maksimal dərəcədə saxlayayım, deyim axırda sonra gülüm. Ulan, balıq deyir ki, 3 dənə arzum var, danış, deyən arzuları yerinə yetirək. Nəsə bu dəri belə bilmir nə fikirləşdim, başdan axmağın biri də. Nəsə qadir balığa deyir ki, istəyirəm ki, qabağımdan Çingiz xan atının belində, dalımla da ordusu keçsin. Balıq deyir ki, başdır. Bir dənə belə eləyir qabaqdan şak atın belində Çingiz xan bunun qabağından belə biraz uzaqdan belə gəzir. Sabah xeyir kral. Sabah xeyir kral. Eşit arzuları var. Nəsə Çingiz xan o tərəfdən belə keçir gedir, nəsə bir şey yoxa sır gedir. Nəsə balıq bizim vot nəfəs alanmır da suya getmə Allaha. Qaydı ki, ikinci arzun nədir? İkinci arzunu denən biri deyir ki, bu qadir bir bax. İstəyirəm ki, Çingiz xan yenə qabağına, amma biraz yaxından görmək istəyirəm onu. Nəsə balıq bir dənə belə quyruğundan belə eləsə Çingiz xan biraz qabağından belə gəlir, belə keçir. Orduyla şak belə sürə zəhmli nəsə belə baxımla belə keçir gedir o tərəfə. Üçüncü dəfə yazan qaydı ki, sənin son şansındır, son arzundur. Üçüncü arzun nədir? Bir dənə belə hava yanıb bılaxada bunu. Nəfəsi kəsilir. Üçüncü dəfə bir bax. İstəyirəm ki, Çingiz xan lap belə yaxınımdan keçsin, belə yaxından. Mənə belə baxıb, nəsə mənə desin da, mənə elə bir nəsə söz desin, belə getsin. Görmək istəyirəm onu belə. Nəsə balıq belə özünə gələ belə eləyir. Çingiz xan düz bu tərəfdən elə bir ağzının içindən atın belində. Belə gəlir. Yəni bu yanına çatanda belə dayanır bir bax. Hət ki, Sen başka arzun yoktu. Bu boyda milletler. Şöyle. Oradan yılmaz abi.